orada da. Mən Salih xanım. Günahın yoxdursa oradan güya keçə bilirsən. Belə bir deyimi var. Ay yox, axı buranın tarixi deyil, axı 2 dənə daş hardasa Batıl düşüb inancları dağın başından, var, evet. düşüb bir dənə bir deşik yaranıb da orada. Çatan kimi gedib kürər, niyə də dağ daşda daş üstünə düşüb də təbiətin hadisəsidir. İndi mənim nənəm o vaxtı, Allah cəmət rəhmətləsin, dedi, Fəqan başına dönüb, bu şişolu bankanı götür, ged orada, qonşular var, yadımdan çıxdı, dedi, bu şişolu bankanı ver ona, olmasa orada da qapının ağzına taxta qoyurlar, o şişolu boşu qoy, dolunu götür, bu pulu da qoyur, başına dönüb, nənəm qurban. Ay, getdim qapını döyürəm, masan yoxdur, taxtanı belə çıxartdım, baxdım, o qatıq dolu, süddü qatıq nələ oradadır. Baxdım ki, bax, vallah deyirəm, 3 dənə arvad, qoca arvadı itin yuvasından dartı çıxarda bilmirlər. Və olayı mən gözümü şahidiyəm. Niyə? Bu əhd edib ki, o vaxtda ki, oğlum mənə xəbər göndərsin ki, Moskvadan sağ-salamat gələm, təzə donumu geyinəcəm, itin yuvasına girəcəm. Hə, hə, hə. Hə, vallah əhd edib. Hə, indi özdə